qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən soruşsaz, mən də hələ ki qribəm sağalmamışam. Demək qızlar, bizim hamam bilirsizlər remontu elədi aşağı. Şükür, yəni remontlu deyil. Ona görə yoldaşımla remont eləməyi düşünürük. Bunun üçün elə çox yəni ki alış-veriş eləmirəm. Çünki ora üçün planlarım var. Sabun qabın yox idi. Remont eləyəcəyik, elə çox bahalı bir şey almaq istəmədim. Belə bir bizimdən sabun qabı aldım. Əslində manatlığa getsəm daha qəşəng tapıb ala bilərdim. Prosta ki bizə uzaqdır. Gərək bazara gedəsən. Bazara yaxındır. Həm də ki elə bunu gördüm. Bu daha yaxşıdır, keyfiyyətlidir. 2 manat 50 qəpiyə aldım deyəsən. Çörək götürdüm. 2 cür belə. Süd götürdüm. Sonra endirmə düşmüşdü deyəsən süd. Belə bir portakal suyu götürdüm. Mən xoşlayıram. Belə turşmazı olur. Belə qaraq götürdüm. Nesquik götürdüm. Yoldaşım xoşlayır. Mən əvvəllər xoşlayırdım. Yoldaşım ama xoşlayır deyəni özünə alır. Ey qızlar, yoldaşım axşam işdən gəldi. Dedi ki, həm gedək havalıq, həm də mən manatlığa getmək istəyirdim. Dedi ki, gəl gedək. İstədikləri al. Həm də marketə girək. Belə bir manatlıqdan bunu 8 manata aldım. Ranır aldım. Süfrə də var idi əslində. O bilmirəm. Yeni süfrələri kimi üstündə kosa keçər var idi. Nəsə o xoşlamadım. Çünki onun yeni il temalı süfrəsi var məndə. Dedim bu səfər fərqli olsun. Həm də yoldaşım dedi ki, bu şit görsənir. Bu daha qəşəngdir. Bunun altına indi bilmirəm. Məndə süfrələr rənglidir. Ən çox maloçun rənglərdədir. Bir də rozvu. Ona görə mən istəyirəm ki, özüm üçün ağ süfrə alım. Qəşəng. Bunun üçün gərək Temuya baxım. Trendyol, Temu. Temuda daha qəşəng şeylər var. Həm də Temu çıxandan inanarsınız ki, yəni Trendyol gözümdən düşüb. Bütün alış-verişimi ancaq Temudan eləyirəm. Belə kisələr aldım. Qoz fındıq səbətə yığmaq üçün. Məndə var idi qızlar, onu qaynanam üçün verdim. Bir də taxta istəyirdim qızlar, atlıq istəyirdim. Stəkanın altına falan qoymağa, şam qoymağa. Ona uyğun qəşəng şamlar alacağım. Belə bir Novruz səbəti aldım. 5 manata aldım onu. Üstündəki yaşılı isə 3 manata aldım. Özüm üçün belə bir çaşqa aldım. Belə. Mən ümumiyyətlə yəni bilən bilir, çaşqa xəstəsiyəm. Hər manatlığa gedəndə fərqli nəsə çaşqa olsa, gözümə xoş gələn olsa alıram. Elə çaşqadan yer yoxdur. Demək qızlar, belə bir yumurta boyası almışam. Mən əvvəllər bunları görürdüm, xoşlayırdım, amma almırdım. Dedim ki, yəni effektli olmaz falan beşməkan, hayal kırıklığına uğramaq istəmədim. Mən ümumiyyətlə bir şey həvəslənəndə hayal kırıklığı yaşayanda çox pis oluram, həqiqətən. Demək qızlar, kutunun içindən belə bir resimka çıxdı. Deyəsən, onu yumurtanın üzərinə çəkirlərdi, səhvləmirəmsə, bilmirəm. Mən amma çəkmədim, elə sadəcə boyadım. Belə bir əlcəyə çıxdı və belə boyaları çıxdı. Demək qızlar, marketdən aldıqlarımda Simitka aldım həmişəki kimi. Lucy'də gəlib paketi gözləyir ki, paketdən onun için nəsə çıxsın. Evet, böyük bir bazarlıq eləməmişəm. Xiyarım bitmişdi. Xiyar götürdüm. Çörək götürdüm. Göyərti götürdüm. Bu qədər. Vlogumu qısa tutalım qızlar. Bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın. Hələlik görüşənədək.